Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dərs günlərinin yeri dəyişdirilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 10 mart istirahət gününün yeri 27 mart iş günü ilə dəyişdirilib. Martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris olunmalıdır. Məlumatda qeyd olunub. Xəbər verdiyimiz kimi martın 5-də Göygöldə qardaş və 2 bacısı zəhərlənərək ölüb. Məlumata görə hadisə zamanı 1990-cı il təvəllüdlü Müseybova, 1990-cı il təvəllüdlü Hüseynli və onun bacıları 2000-ci il təvəllüdlü Münəvvər Hüseynova və 2004-cü il təvəllüdlü Xatirə Hüseynova vəfat ediblər. Qeyd edək ki, bədbəxt hadisə nəticəsində həyatını itirən Hüseynova Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsi olub. 25 yaşlı Münəvvər Hüseynova isə Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumi təhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə dərs deyirmiş. Faktla bağlı araşdırma aparılır.